Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış masivində saat 03:15 radələrində yanğın baş verib. Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış masivində baş verən yanğında eyni evdə yaşayan 2 məktəbli və onların anası ölüb. Təxminən 65-70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Yanğın söndürənlər tərəfindən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həlak olan şəxslərin adları müəyyənləşib. Onlar 27 yaşlı Zülfiyə Yusifova, 9 yaşlı Yusif Yusifov, 6 yaşlı Məryəm Yusifova və 72 yaşlı Yusif Hüseynovdur. Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb, onlardan 3-ünün vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.